Onu bir yaptı dedim sözünden eşine çıkaran ki kakılbalı da onu niye? Yani babam benim onu gördü, bu benim Evvel zamanlarda ressamlığa neçə yaşınızda və necə başladınız? Bana göndərəmsə, hazırlayarsanız, biraz göndərsin, mən tezdə göstərəcəm. Tamamıyla Doğan əsərlə tanışdım. Sadəcə onu gördüm. Çox adam gəldi əslində. Əsərlərə baxmaq. Salam. Benim iki sualım var. Bir sualım bu rəsm. Sualım yoxdur. Sadəcə bugünkü təəssüratlarımı bölüşmək istəyirəm. Çox minnətdarlığımı bildirmək istəyirəm bugünü təşkil edən insanlara və sizə. Çünki mən bu vaxta qədər rəsmlə çox da maraqlanmamış, bu sahədən uzaq olan bir insanam və hər hansı bir rəsm heç vaxt məndə çox böyük bir təəssürat oyatdığı olmamışdı. Və bugün mən bu hissləri yaşayacağımı heç gözləmirdim və mən bugün başa düşdüm ki, bir rəssamın sadəcə əl bacarığının olması kifayət deyilmiş. Bir rəssam həm də filosof olmalıymış, həm psixoloq olmalıymış, həm ədəbiyyatçı olmalıymış. Çok büyük bir təxəyyül gücü olmalıymış ve çok büyük bir savadı ve dünya görüşü olmalıymış ki o insanları düşündürə bilsin, insanları öz dünyasını ötürə bilsin. Yani mən bu şəkillərə baxanda hansısa paralel bir dünyaya keçdiyimi, nəsə beynimdə başqa bir şeyler formalaşdığını ve 10 dəqiqə ərzində sən real dünyadan uzaklaşırsan, beynin istirahət edir. Bu o kadar qəribə bir hissiydi ki, mən sizə çox minnətdarlığımı bildirirəm bizə bu hissləri yaşatdığınız üçün və şəxsən mənə bu sahəyə maraq oyatdığınız üçün çox təşəkkür edirəm. Çox səbirsizliklə növbəti əsərlərinizlə tanış olacağımızı gözləyirəm.
8 gram şöyle bakalım kesin boş. Ben müsaadeye başlayacağım. Peki dostlar, şimdi hazırlayın sorularınızı. Yavaş yavaş sırayla başlayalım. Böyle. Kim istiyor indi? Birinci başlamak kim istiyor? Hanımlar. Ya da beyler ya da
Mən nə demək istəyirəm? Deməli, mən minnətdaram ən birinci Bəxtiyarla, Kənana. Onlar mənim gənc dostlarımdır, düzdür, mən bu yaşda dost taplanmıram. Amma həyat elədir ki, mən 69 yaşına çatan bir anda bu insanlar mənə əlaqə edirlər. Görüblər mənim çox xoşuma gəlir. Mən də onları qarşılamışım evində. Oğul kimi, qardaş kimi, hər cür barədə. Hətta mən sət də qoymamışam. Mən demişəm, mənim adımla çağırın, Əmirxan, Nəlim, Artsaqqal, bir dənə belə üstüdə olmasın, hamımıza da onu deyə bilərəm. Kim nə istəyir, mənə elə Əmirxan desin. Mən sevinirəm ondan. Çox təşəkkür edirik sizə. Sizə xaricdən çoxlu salamlar göndərirlər, tanınmış insanlar, tanınmayan insanlar. Bu yaxınlarda Cəsur Nemətov da gəlmişdi bura. Yuxu qrupu yəni keçirmişsiniz. Xəzərin sahilində olmasının itarçısı. O gəldi, haradasa bir 10 dəqiqə şəkildən çəkildi. Burada bir şəkil, orada əsər orada. Mən adını tam yadımda deyil də. 10 dəqiqə oradan çəkilməli. Hətta mən onu 4 dəfələrlə çağırdım dedi. Mən çox istərdim o şəxsi tanıyım. O şəxs inşallah gələcək Bakı, mən sizə onunla şəxsən tanış edəcəm. Dostlarımız, əzizlərimiz, bura gələnlər. Buyurun. Sualınız varsa buyurun. Sualım yoxdur. Sadəcə bugünkü təəssüratlarımı bölüşmək istəyirəm. Çox minnətdarlığımı bildirmək istəyirəm bugünü təşkil edən insanlara və sizə. Çünki mən bu vaxta qədər rəsmlə çox da maraqlanmamış, bu sahədən uzaq olan bir insanam və hər hansı bir rəsm heç vaxt məndə çox böyük bir təəssürat oyatdığı olmamışdı. Və bugün mən bu hissləri yaşayacağımı heç gözləmirdim və mən bugün başa düşdüm ki, bir rəssamın sadəcə əl bacarığının olması kifayət deyilmiş. Bir rəssam həm də filosof olmalıymış, həm psixoloq olmalıymış, həm ədəbiyyatçı olmalıymış. Çox böyük bir təxəyyül gücü olmalıymış və çox böyük bir savadı və dünya görüşü olmalıymış ki, o insanları düşündürə bilsin, insanları öz dünyasını ötürə bilsin. Yəni mən bu şəkillərə baxanda hansısa paralel bir dünyaya keçdiyimi, nəsə beynimdə başqa bir şeylər formalaşdığını və 10 dəqiqə ərzində sən real dünyadan uzaqlaşırsan, beynin istirahət edir. Bu o qədər qəribə bir hiss idi ki, mən sizə çox minnətdarlığımı bildirirəm bizə bu hissləri yaşatdığınız üçün və şəxsən mənə bu sahəyə maraq oyatdığınız üçün çox təşəkkür edirəm. Çox səbirsizliklə növbəti əsərlərinizlə tanış olacağımızı gözləyirəm. Çox gözəl. Bundan başlamışam əsir yazısı, ondan gezməzsən ki, çarı pul qazanmaqla, hava işsizə düşmür, gəlib pul qazanmaqla. Mən 98-dən sonra başlamışam, bir dolaqsız mənim böyle qəşəng işlər olub, cəbrayət, dinlən işlərim olub ki, bir qasqı dinlənlərdə var, 7-8-dən tərifdə olur. Böyle elini şapkalı istiyorlar, Böyle adamlar bir bakçı bunlar şey var mı? Böyle şeyler var ha. Bizim Azerbaycan. O işte ama sonra 98'de sonra başladım bu şeyler. Biz evvelden zayıf işlerden başlıyorsan, çünkü bir şey bize lazım olsun. Başka Dostlarınızı dəvət edərək. Əzzağan müəllim, bu mənim ən yaxın dostlarımdan Alkan Əzzağan. Bu Əzzağan müəllim deməli 3 dənə müharibənin iştirakçısı, Hamını salamlayıram. Əmirxan Muharrəm bizim dahi rəssamla mən tanışım 14-cü, 15-ci illərdə.
və biz birgə Prezident aparatının Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bir neçə layihələri həyata keçirmişik. Layihələrdən biri Kəlbəcərdə gedən döyüşləri, Kəlbəcərin işğalı zamanı o rəsm burada nümayiş olunmur. Amma gələcəkdə gətirib nümayiş ediləcəkdir. O bizim studiyada rəsm yerləşir. Sonra Ali Ağa Şekilskinin Yapon eskadrasının döyüşləri biz təsvir eləmişik rəssam o layihə rəhbərindən və üçüncü yenə Kəlbəcər döyüşlərinə aid olan döyüşlər, yəni həmişəki kimi həm realizm, həm sürrealizm üslubunda işləyən insandır. Və mən onun üçüncü rəsmə baxanda mən baxdım, dedim nə demək istəyirdi? Amma ayrı nə demək istəyirdi? Buliner formatında biz o bir adamı təsvir edib və onun balaca lüliputlar bağlayıb və edam eləməyə hazırlayırlar. Belə bir reallıqda belə bir şey var idi, amma Bolivya'la və onlarla müqayisə etməyi çox maraqlı oldu və gələn layihədə, gələn nümayiş olan zaman biz o rəsmləri təqdim edəcəyik. Bu yaxınlardan da bizim adət beynəlxalq Sivat sərgisində, yəni biz gec deyiblər və biz həyata keçirə bilməmişik, amma gələcək hər ildə 2 ildə bir boy keçirilir. Biz hansısa bir layihəni həyata keçirəcəyik. Əmirxan Doğan'la biz həmişə bir sıx işləyəcəyik. Çünki həm batal janrda işləyən insandır, həm bütün janrlarda fəaliyyət göstərən insandır. Allah sizə güc versin, can sağlığı versin və həmişə siz bizi öz rəsm məsələləri ilə xoş sevindirin. Vəziyyətə saxlayasınız. Sağ olun, sağ olun. Sualı olan var.